Atamın mənə nəsihəti verdiyi öğütdən, nəsihətdən ibrətlənib, qulağımda sırğı eləyib belə bir şeir yazdım ki, övladım aldanıb şana şöhrətə, nə badə dostuna xəyanət eylə. Əgər dərdi olsa hansısa kəsin, dərdinə çarə qıl, səlamət eylə. Çalış düşməyəsən arxada yağdan, yaxşını yamanı izlə qıraqdan, düzgün olsan ayır haqqı nahaqdan, zalimlik eyləmə, ədalət eylə. Gücsüzü vurmağa cəsarət etmə, gücsüzü vurmağa cəsarət etmə, sən çirkin işlərə pis adət etmə, pulunla, varınla imarət etmə, namus qeyrətindən imarət eylə. Gərək əməl olsun tövbədən qabaq, özünə yer etmə növbədən qabaq, Kərbəla məşhəddən Kəbədən qabaq, kasıbı yoxsulu ziyarət eylə. Nəfsini ram etmə işrət tamaha, şükür eylə açılan bütün sabaha, hər gün səcdə eylə uca Allaha, tut Allah ətəyin ibadət eylə. İnsan sonda qalır tənha belədir, İnsan sonda qalır tənha belədir, aşiqlər azdırıb səhra belədir, yaranan günündən dünya belədir, mənası yoxdur ha şikayət eylə. Hələ ki dünyadan dərd udacaqsan, hərdən bu dünyadan bərk tutacaqsan, sən hələ zamana zu tutacaqsan, zaman nə çalacaq müşayiət eylə. Gəl söz dinləməsən olacaq çətin, düzgün ol düz kimi ömr eylə mətin, Sarvanlı, sırğa et ata nəsiyyətin, nə badə unudub qəbahət eylə, nə badə unudub qəbahət eylə.